Müstəqil Azərbaycanımızda hər bir vətəndaşa qarşı çox böyük məsuliyyət var və hər birimiz təbii ki, hissizdir. Bu gün azmaqlarımıza dəstək olmağa sizinlə bərabər mən çox şad oldum həqiqətən. Bizim məsuliyyət insanları da gördüm və istərdim onların da fikirləri alaq, onların fikirləri bizim üçün çox maraqlı, çox vacibdir. Buyurun. Diqqətinizə görə çox sağ olun. Biz də ölkəmizdə keçirilən bu oyunlara qatılmışıq. Çünki əlilliyi olan insanlar üçün hər bir obyektdə gözəl şərait yaradılır. Mən özüm araba sistemi olaraq, araba sistemi rəhbəri olaraq və yeganə burada fotoqrafam əlil arabasında və əlilliyi olan dostlarımız da bu oyunlara dəvət edir ki, bütün oyunlarda iştirak eləsinlər və idmançılarımızı dəstəklədir. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan idmançılar. Ben sizin için bugün Azerbaycan halkını tebrik ederim. Çok güzel, çok yüksek seviyeli bir tedbirlerimiz geçirdik. Bütün harici vatandaşlara hoş gelmişsiniz dedik. Əlilliyi olan her bir dostlarımızı, kardeşlerimizi öz adımızdan tebrik ediyoruz. Gelsinler, evde oturmasınlar, iştirak etsinler ve bu güzel şəraitle tanış olsunlar ve görsünler ki Azerbaycan'ı nece güzel inşaat edir. Herkesi tebrik ederim. Bir daha size hoş istirahatler arzu eden bir de çeyrek gelmişlerden ayrılıyorum. Çok sağ olun.